soğuşur yəni. Mən onu demək istəmirəm və çox zamanda xanımlarımıza yaş vermirəm. O demək deyil ki, mən sizi kompleksə salıram. O demək deyil ki, sizin ehtiyacınız var. Sadəcə olaraq azacıq baxım biləsəz. Ona görə mən daha istədim ki, mən görsəniz. böyüyəm ondan. İstədim ki, öncə birinci bacımı siz bir əl gəzdirəsiniz, görək necə olur. Bacının üzü arıqdır. Arıqlıqdan. Kökü də arıqlı. Aysa düşüb. Yəni özü də hicablı xanımdır. Hicablı xanımlara hər yer bağlı olur. Bu sima görsəniz. Bu simanı incə, təravətli, yəni prosedurlarla nələrsə eləmək lazımdır. Birinci ilk növbədə bacıya botoks lazımdır. Qaş arası, alın və göz ətrafında qırış da deyil. Bu artıq çapıqdır. Xət salmış orada. Dərisi də qupqurudur, iz qalıb. Bacım məndən yaxşı deyil. Bacının gicgahları mütləqdir. Gicgahları boşdur. Yəni gicgah eləməliyik. Ağız ətrafı eləməliyəm sizə. Gözünüzün altı heç xoşuma gəlmir. Göz altı dolğu yox, birinci biyo eləməliyəm. Bunun dərisini özünə gətirməliyəm, nəmləndirməliyəm, rəngi qırışı. Ondan sonra biyoya qərar verərik. Dodaqda yəqin ki, desəm yox deyəsin. Yox. Gələcəkdə hardasa bəlkə bəz o deyirlər o göyərmə falan olur, ona görə bəz qalır. Göyərmə olur, mən bir söz demirəm. Şeyi düzəltmək üçün mən üst dodağımı istəyirəm. Çünki böyürdən Dişləriniz yəni incimədən qəşəng deyil. Uşaqlıqdan heç onu bilir. Dodaq da yoxdur, danışırsınız bu dişlər görsənir. O ki qaldı göyərməyə, bütün xanımların sualına cavab verirəm. Göyərmə fəsad deyil. Göyərmə ömürlük deyil. 3 gün, 5 gün. Yəni bunu da dodaq elə bir nahiyədir ki, kanalla örtürsən, üstündən də bir damcı dodaq boyasından istifadə edirsən, bu görsənir. Hə, üzdə, çənədə, yanaqda bunu örtmək biraz çətin olur. Amma dodaq elədir ki, onu örtmək olur. Amma desəz ki, evdə bilmirlər və bugün də evdəkilər evdə olacaqlar, belə bir şey yoxdur. Bunu gizlətmək olur. Bizə gələndə qalmalı, mən şəhərdə oluram, o rayonda olur.